Namazın xüsusi təsirlərindən biri də budur ki, insanın ruhunda qoyan günah izlərini aradan aparır. Çünki namaz insanı pis və çirkin işlərdən təmizləyir. Namaz əgər o deyilən namaz olsa, o keyfiyyətdə olsa, o namaz mütləq şəkildə insanı səadətə çatdırmalıdır. Çünki namazın xüsusiyyəti budur. Sən böyük şəxsiyyətlər, ariflər Allahdan istəyiblər ki, ilahi bizə 2 rükət qəbul olunmuş namazı nəsib elə, özümüzlə aparaq. 2 rükət qəbul olunmuş namaz. Görün, 2 rükət qəbul olunmuş namaz nə qədər bərəkətli şeydir ki, bunun arzusu ilə yaşayıblar. Namazda olan xüsusi bərəkətlər digər əməllərdə yoxdur. Məsələn, o xüsusi bərəkətlərdən biri budur ki, insanın ruhunda günah izlərini, təsirlərini aradan aparır. Qəlbinə insanın nur saçır. Peyğəmbərimiz ona görə buyurur ki, namaz mənim gözümün nurudur. Yəni, qəlbimin nurudur. Namazdır ki, insanları pis və şər işlərdən tamamilə çəkindirir.